görür. Yaxşı iş görüm yox. Allah bəyənən iş görüm. Xeyri zərərdən ayırt eləmək, fərqləndirmək ağlın hünəri deyil. Nə yaxşı ki vermədin, deməli vermək lazım deyil. Laqad xalaqnal insan fi ahsani taqvim. Biz insanı ən gözəl biçimdə yaratdıq. Mənə bax, mənə bax. Saniyədə bu zikri deyir Allah. Mən li qeyruk. Səndən başqa kimin var? Ağıl zərərlə xeyri seçmək üçün deyil. Ağlın əsas işi, əsas funksiyası yaxşı ilə daha yaxşını ayırt eləməkdir. Yaxşı ilə daha yaxşını seçməkdir. Səndən başqa kimin var? Həyat şüarıdır. Faydalı ilə daha faydalını müəyyən etməkdir. Bütün davalar ağılla cəhalətin davasıdır. Haqqın qarşısında dayanan bir dənə ağıllı insan olmuyor.